qazanmaq üçün məhdudiyyət lazımdır. Həyat məhdudiyyətlərinə ariflər belə baxır. Deyir ki, marağını artırır. Burada nəyisə vermir, burada nəyisə verir. Hər şey versə də maraqdan düşdü. Körpə uşağı apar o meydançaya, 3 yaşlı uşağı. Topu bir alsa gedib vuracaq onu, əsəbləşəcək, oturacaq, ağlayacaq ki, mənim topumu aldı. Deyəcək, istəyirəm ki, hər tərəf qapı olsun, mən vurum. Bizə güləcək ki, uşaqdır. Və biz bu uşaqlar kimiyik ki, ariflər bizə baxır, amma gülmürlər bizə. Bizə kömək eləyirlər. Əlimizdən tutular ki, ay bala, oyundur, oyunun qaydası belədir. Bir gün bir şey olsun, bir gün olmasın. Məhdudiyyət olmalıdır ki, oyun olsun. Məhdudiyyət olmalıdır. Bütün bu dad, bidad, nalə ki biz çəkirik ya. Bax, o lətifə onu həll eləyir hamısını. Bax, bu dad hamısı bundan ötürür ki, başa düşməmişik ki, oyun gedir. Oyunun qaydası budur ki, hər şey hamıda olmasın. Ona görə dualarımızın çoxsunu Allah qəbul eləmir, həll eləmir. Həll eləmir, çünki deyir ki, axı bu necə eləyim mən sən üçün? Sən oyuna girmirsən, qaydası belə, necə eləyim? Səbri də böyüdür, deyir, bir gün gələcək hiss eləməyəcəksən. İndi çəkdiyin dərd yadından çıxacaq, ruh bədəndən çıxan kimi heç nə yox imiş. Ona görə bəziləri oyunun cazibəsinə razı olur. Maraqlı oyun gedəndə olub məndə uşaqlıqda. Mən də indi bu yaşda oyun oynamıram, amma olub. Görürsən, əl cızılır, filan olur, adam hiss eləmir. Oyunun cazibəsi hiss elətdirmir. Bax, oyun o qədər cazibəlidir ki, o ariflər dilləri bəlaya razıdır. Çünki təfərrüata başı qarışmayıb. Əsas oyundur, o şeylər onu hiss eləmir onu. Oyunun cazibəsi elə aparıb ki, hadisələrin zərbəsini üzərində hiss eləmir. Hadisələr ona zərbə toxundura bilmir.